Dadı ilə yaddaşlarda qalan ağızda əriyən çox ləzzətli paxlava reseptini bugün sizlərlə bölüşəcəm. İlk olaraq mayanı həll edib onun üzərinə əlavə edirik. Daha sonra otaq temperaturunda yumşalmış çərəyağı, yumurtanın yalnız sarısını, duz, şəkərli vanil, xama və süd əlavə edib xəmirimizi yoğururuq. Hazır xəmir 30 dəqiqə otaq temperaturunda gözlədirik və kündələrə bölüb 2 saat soyuducuda gözlədirik. Və başlayırıq xəmirimizi yaymağa. Bişirəcəyimiz soba listini yaxşıca yağlayıb ilk xəmirimizi soba listinə səririk. Bu reseptlə hazırlanan paxlavalar həqiqətən çox dadlı, çox ləzzətli olur. İkinci laydan sonra yağlayıb içli əlavə edə bilərik. Bu qaydada paxlavanı yığmağa davam edirik. Ən son kündəni də yayıb üzərinə sərib, kənarlarından çıxan artıq xəmirimizi bıçaq vasitəsilə kəsirik və soyuducuda 2 saat gözlədikdən sonra paxlavanı doğramağa başlayırıq. Gördüyünüz kimi mən yumurta sarısını çəkməyi unutdum. Daha sonra sobadan çıxarıb yenidən yumurta sarısını çəkdim və bişirməyə davam etdim. Hazır paxlavanın kəsiklərini dərinləşdirib üzərinə şərbətini gəzdiririk. Buyurun siz də hazırlayın. Hazırlayıb yeyən hər kəsə nuş olsun.